Herkese salam dostlar. Dostlar bu günlərim sizə Azərbaycanda heç kimin eləmədiyi bir test eləmək istəyirik. Stoger M3500, Uğlu Renova, Ata Neo 12 və bir dənə də Qazatvod Adlerdir. Bu da Türkiyənin istehsalıdır. Nədir testimiz? Hədəfə 10 dənə taxtadır. Arxa-arxaya düzmüşük. Pulya ilə deşicilik test eləmək istəyirik. 32 qram pulyamız var. 3 dənə inersiya sistem və bir dənə də Qazatvod sistem mexanizmalı tüfəngdir. 4-ü də tüfəngimizin 12 kalibrdir. 4-ün də lüləsi uzunluğu 76 sm-dir. Yəni ən balansı saxlamaq üçün də bizə lazımdır ki, hansı daha çox deşir. Taxtamız da 2 yarımlıq, 15 sm enliliyində 2 yarımlıq taxtadır. 10 dənə ard-arda taxtadır. Hədəfimizi də göstərəcəyik və yaxın məsafədən atış eləyəcəyik. Bizim məqsədimiz nədir? Görək hansı tüfəng neçə dənə ədəd taxta deşə bilir. Və sonunda olaraq bu 3 dənə tüfəngin 1 nömrə və 3 nömrə şokları ilə qrupman test eləyəcəyik ki, görək hansı tüfəngin qrupmanı yaxşıdır. Və sonunda 100 metr məsafəyə keçən dəfə elədiyimiz kimi yenə qrupman testidir, amma məsafəmiz 100 metrədir, 1 nömrə çokla. Dediyim kimi, yenə tüfənglərimiz hamısı bir-birinə yaxın göstəricilərə sahib olan tüfənglərdir. Videonu izləyin, sonda maraqlı bir video çıxardacağıq ortaya. Keçirik atışlarımıza dostlar, sağ olun. Bax, hədəfimiz budur. 2 yarım qalınlığında 10 ədəd taxtadır və aralarını da aralı qoymuşuq ki, görək hansı pulya neçə taxta deşə bilir. Başlayırıq ilk öncə Stoger firmasının M3500 76 lülə uzunluğu var, 5 nömrə də çoku var uzunluğu. Dostlar, birinci atışımız 12 kalibr 32 qram elə mega patrondur. Yəni özümüz yerli patron, Türkiyə istehsalı patron istifadə elədik ki, hamının əl çatdığı patrondur da. Keçirik birinci atışımıza. Və sonda bunun dalınca Uğlu Renova ilə davam edirik dostlar. İkinci silahımız Uğlu Renova. Yenə eyni patron, 5 nömrə çox, 76 sm lülə uzunluğu. Hədəfimiz də yenə həmin məsafədən həmin tüfəng. Və bunun dalınca və üçüncü silahımız Ata Armız Neo 12 modeldir. 76 sm lülə ilə bu da. Və dostlar, üçüncü silahımız isə Adler Armsanın Qazatvod mexanizma ilə işləyən tüfəngidir. Bu da 76 sm lülə iləndir. Keçirik dördüncü silahımıza. Bəzən bu lap qırıqladı. Və keçirik hədəflərimiz. Silahlarımız boş, zatvor geridə, hamısında silahları qoyuruq güvənli bir yerə. Və keçirik dostlar. Deməli, nəticələrimiz belə oldu. Bax, Stoger buradan girib, sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə taxtanı deşib. 8-cini də pulya, bilməm, görsənir ya yox, nə dərəcədə yaralayıb içində qalıbdır. Renova'da sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7-sini deşib, amma küncündən dəydiyinə görə bu da deşib yenə 8-ci taxtada qalıbdır. Dirənib qalıb. Ata Neo 12 isə bunlardan bir taxta az nəticə göstərir. Ata Neo 12 1, 2, 3, 4, 5, 6, 7-ci taxtada qalıbdır. 6 dənəsini deşib 7-cidə qalıb. Mərkəzdən atıb atmağına, amma deşib qalıb burada. Və Adlerdə eyni nəticəni göstərib dostlar. 6 dənə taxta deşibdir. Gördüyünüz kimi bu 6 dənə taxta deşib 7-cidə qalıb. Nəticəmiz belə oldu. Belə baxıram ki, Stogerlə Uğlu Renova'nın həmən gücləri eynidir. Bilmirəm, lülə içdarlığı ola bilər, patrondan ola bilər, amma Qazatvod Adlerlə Ata Neo 12-ni eyni deşircilik gücünə malikdir. Bax, burada nəticə tam şəkildə göz qabağındadır dostlar. Bu da içərisindən tapa bildiyimiz pulyadır. Adlerin yaratdığı şokdur, bax, gördüyünüz kimi. Bir taxta bunlardan az deşir. Qazatvod mexanizmi ilə inersiyanın müqayisəsidir burada əsas məqsəd. Dediyimiz kimi. Dostlar, M3500, Stoger M3500, 34 qram, 5 nömrə qırma, 1 nömrə çokla,
35 metr məsafədə A4 kağızı atırıq. 19-un 20-yə A4 kağızdır. Və bundan sonra da 3 nömrə çokla testini eləyəcəyik eyni məsafədə. Getdik birinci atışımız. Hə dostlar, Stoger M3500 bir çokla 34 qram 5 nömrə patronla A4 vərəqə dəyən qırma sayısı. Deməli sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 60, 64 dənə bir çokla 34 qram 5 nömrə 5 nömrə qırma ilə 64 dənə qırma deyibdir hədəfimizə dostlar. Keçirik. Hə dostlar, Hoğlu Renova bir nömrə çox 35 metr məsafə yenə A4 vərəqi 34 qram 5 nömrə qırma ilə. İndi atırıq, görək Hoğlu Renovanın kursunu üstü nətərdir. Onu da yazıb göstərəcəm sizə. Gedək saymağa. Hə dostlar, mən tam mərkəzinə nişan almışam Renovanı, amma görsəndiyi kimi biraz alt vurubdur. Renovadadır, şu əngəl məndə deyil. Sayırıq, bax bir dənəsi üstədir. Dostlar, Renova 31 dənə bir çokla 31 dənə qırma deyibdir, bir nömrə çokla. Bu yani Renova'da da problem alt atır. Mənlik değil. Gördüğünüz gibi. İndi keçirik Renova'nın 3 nömrə çoku ilə atışımıza. Dostlar, Hoğlu Renova 3 nömrə çokla 35 metr məsafədə 5 qırma 34 qram patronla. Yenə A4 vərəqinə 35 metr məsafədən atış edirik dostlar. İkinci atışımız. Gedək saymağa. Hə dostlar, Hoğlu Renova 3 nömrə çokla olan atışımızı sayıram. 1, 2, 32, 33 dənə. 3 çokla, 3 nömrə çokla, 3 də şokla. 5 nömrə də qırma ilə, 5 nömrə də patronla 33 dənə qırma deyibdir Renova ilə. Hoğlu Renova ilə. Məsafəmiz də 35 metrədir. İndi keçirik Ata Neo 12-nin kursunu üstün yoxlamağa dostlar. Eyni qaydada. Dostlar, Ata Neo 12 76 lülə ilə yenə bir nömrə çox 34 qram 5 nömrə də qırma ilə. Yenə 35 metr məsafədə A4 vərəqinə atış eləyirik. Keçək sayaq görək bunda necə qırmadır. 3. Dostlar, Ata Neo 12'nin qrupmanı belədir. 43-44 dənə. 44 dənə. Qırma deyib, Ata Neo 12 ilə bir nömrə çokla. Genə Stogerin yaxınlığına gedə bilmir heç biri. İndi keçirik 3 nömrə çokla kutsunu üstün yoxlamağa dostlar. Ata Neo 12 34 qram 5 nömrə qırma, məsafəmiz də 35 metrə 3 nömrə çokla. İkinci atışımıza davam edirik. 35 metr məsafəyə. 3 nömrə çokla. Gedək sayaq. Dostlar, 35 metr məsafədə Neo 12 ilə attığımız 3 nömrə çokla. Sayırıq. 1 53, 54, 55 dənə. Baxırım başqası yox. 3 nömrə çokla 55 dənə. Bir nömrə çoka nisbətən 3 nömrə çokla daha kutsunu üstü veribdir da. Yəni məncə pis nəticə deyil. 3 nömrə çokla. Keçirik Adler Armsan. Hə dostlar, Adler qazatvod sistemlə Adler HT104
34 qram, 5 nömrə patron, 1 nömrə çokla, 35 metr məsafəyə. Bunun da qrup montesin. Çoxları bəyənmir bu tüfəngi, amma mənə çox ləzzət edir də bu tüfəngin atışı, təpqəməsi. Atırıq. Birinci testimiz. Gedirik saymağa. Tamam. Ha dostlar, Adler'in bir nömrə çoku ilə attığımızın sayırıq. 1 39, 40. Tam 40 dənə hədəfdə qırmamız var. 35 metr məsafədə bir nömrə çoku. 40 dənə qırma. İndi keçirik 3 nömrə çokla atışa. Hə dostlar, Adlerlə 3 nömrə çox, 34 qram 5 nömrə qırma, 35 metr məsafəyə ikinci atışımız. Adler Armsan HT 104 modeli. Gedək saymağa. Adler 3 nömrə çox, 35 metr məsafəyə. 1 33 tane de 3 nömrə çokla dəyibdir dostlar. Adler'in. İndi keçirik 100 metr atışlarına. Hə dostlar, 1 nömrə çokla Stoger'lə başlayırıq 100 metreye hədəf. 1 nömrə 34 qram 5 nömrə qırma ilə. Gedirik atışımıza. Hədəfi də göstərir, yaxınlaşdıraq. Bəzən çatmadı. Bu da Stoger'in 100 metr məsafədəki nəticəsi dostlar. 35 dənə bu dəfə qırma dəyib. Keçən dəfə attığımız patron azot idi, Vegas. Bu dəfə attığımız isə Meskodu Megadır. Mega. Bu dəfə attığımız isə Megadır. Bax 100 metr məsafədə belə nəticə verir. Hədəfin tam mərkəzində 2 dəyə qırma var demək olar. Sonra bax belə deyibdi. Burada var, burada var. Gördüyünüz kimi də bu qara yerlər, görsənməyən yerləri göstərirəm. Bax nəticəmiz belə oldu. İndi keçirik digər tüfəkləri testinə. Dostlar, keçirik Ata Neo 12, 1 nömrə çox, 34 qram 5 nömrə patron. Hədəfimiz də tam 100 metrə. Bax bu hədəf. Getdik saymağa. Hə dostlar, Ata Neo 12, bir nömrə çokla 100 metr məsafəyə 22 dəyə qırma dəyibdir. Bax, saya bilərsiniz. Mərkəzdə gördüyünüz kimi 4 dəyə qırma var. Ata Neo 12. 50 qram Magnum. Yenə 100 metr məsafəyə. Baxın dostlar, nəticəmiz deməli ikinci testimiz nə oldu? Birinci 34 qramla 22 dəyə qırma dəymişdi Neo 12 ilə. 50 qramla isə bu da 5 nömrədə 50 qram. 19 ədəd qırma dəyib. Temperatur təxmini 17 dərəcədir istilik. 17 dərəcədə qırmanın dağılımı, yəni o qədər olur ki, yəni, yüksək qramaj atmamağımız nəyə görə atmamalıyıq? Bax bu onun səbəbidir, görürsüz. Yəni 50 qram az qala 2 dəfə artıq patron qırma var içində, amma 19 dənə dəyibdir. 34 qram da isə 22 dənə dəyibdir. Keçək Huglu Renova'nın testinə. Dostlar, Huglu Renova 1 nömrə çox, 34 qram 5 nömrə qırma. Məsafəmiz də 100 metrə batman kağızı. 80-dən 60-a kağızı atıram. Gedirik atışımıza. Gedək sayaq. Hə dostlar, Renova ilə 1 nömrə çox. Bax nəticəmiz belə oldu. 17 dənə qırma dəyibdir. Huglu Renova. Məsafəmiz də bax belə göstərim də sizə. Bəzi qardaşlar var, inanmırlar məsafəyə. Məsafəmiz buradan ora kimidir. Bax 100 metrədir məsafəmiz. 100 metrədə gördüyünüz kimi 17 dənə Renova qırma vurubdu. 17 ədəd. Bax gördüyünüz kimi. Amma Stoger yenə sözünü dedi də. Patron mega olsa belə 34 dəyə qırma dəyib. Ben bundan atacağım. Atarımızdan başkası yalan olduğuna göre. Atarımız.
Neo 12. Değişti. O değişti. Bu da desteksizin. Stoyer M3500 nə? 32 gram mega. 32 gram mega. 1 2 3 4 5 Bax bu da 6 dənə. İlişdirməmə testi yoxlayır. Dalğala 6 dənə.